Kürdəmirdə 41 ilin həsrəti bu gün məktəbin həyətində yenidən görüşə çevrildi. Bir vaxtlar bu dəhlizlərdə uşaqlıq addımlar atan məzunlar illər sonra doğma məktəblərinə qayıtdılar. Məktəbin qapısından içəri girərkən hər baxışda bir xatirə, hər addımda keçmişin izi vardı. Və budur, məktəb zəngi yenidən səslənir. Sanki zaman geri qayıdır. Onlar illər öncə oturduqları sinifə daxil olurlar. Hər parta, hər divar bir xatirəni danışır. Müəllimləri isə yenə əvvəlki kimi sevgi ilə onların adlarını çağırır. İllər keçsə də müəllim səsi dəyişmir. Məktəb xatirələri köhnəlmir. Bu görüş sadəcə bir görüş deyil. Bu, dostluğun, hörmətin, keçən illərə baxmayaraq unudulmayan məktəb həyatının hekayəsidir. 41 il sonra yenə birlikdə, yenə eyni sinifdə, yenə doğma məktəbdə. 25 il direktor işləmişəm. Hər ildə çoxlu uşaqlar 20, 30, 40, 50, 90, 100 olmayıb məzunumuz olub. Bu məktəb Kürdəmir rayonunda ən qədim məktəbdir. Mənə xoş təsir elədi. Çox. Günləri valla mən istəyirdim burada sizin o biri müəllimləriniz olsun. Neysə olmadı. Allah sizə uzun ömür versin. Can sağlığı. Həmişə adınız şərəflə çəkilsin. Biz 1985-ci ilin məktəb bitirmişik, 85-ci məzunlarıyıq. Tanınmış sinifik 10A. Allah rəhmət eləsin, bizim sinif rəhbərimiz Cavanşir müəllim olub. Yəni, onun əməyi bizim üzərimizdə çoxdur. Bizim sinifdə ziyalılar çoxdur. Oxuyan uşaqlar, fəal uşaqlar daha çox olub. Tanınmış sinifik 85-in tanınmış məzunlarıyıq. Bugünkü duyğularımız çox gözəldir. Çox deməli duyğulandıq. 41 il sonra biz yenə bu məktəbdə çox gözəl, yəni təəssürat bağışlayır. Biz deməli 1975-1985-ci illərdə 10 il təhsil almışıq. Gözəl müəllim kollektivimiz olub, gözəl sinif yoldaşlarımız olub. Bu günləri bizim sinif yoldaşlarımızdan müxtəlif vəzifələrdə çalışan, müxtəlif peşə sahibləri olan yoldaşlarımız var. Biz bunlara, tutduğumuz mövqelərə görə müəllimlərdən razıyıq, yəni müəllimlərin zəhmətləri çox olub. Allah dünyasını dəyişən müəllimlərimizə və şagird yoldaşlarımıza rəhmət eləsin, qalanlara can sağlığı versin.